Hər birimizin içində böyük bir potensial var. Bəs o potensialı tam reallaşdırmağın yolu nədən keçir? Çox vaxt cavab daxili dünyamızdadır. Gəlin, bugün Brian Tracy'nin həyatımızı dəyişmək gücünə malik 7 sadə qaydasını birlikdə öyrənək. Bəs bir anlıq dayanıb düşünək, hədəflərimizə doğru irəliləməyə bizə ən çox nə mane olur? Çox vaxt cavabı kənarda axtarırıq, amma əslində ən böyük əngəl elə öz içimizdə, yəni düşüncə tərzimizdə gizlənib. Təsəvvür edin ki, zehniniz eyni ilə bir bağ kimidir. Əgər siz o bağa qəsdən gözəl güllər əkib, onlara qulluq etməsəniz nə baş verər? Təbii ki, alaq otları öz başına hər yeri basar. Zehnimiz də belədir. Onu şuurlu şəkildə müsbət fikirlərlə doldurmasaq, negativlik avtomatik olaraq orada özünə yer eləyəcək. Yaxşı, bəs bu bağı necə qoruyaq? Təbii ki, hər şey özümüzdən başlayır. İlk addım, daxili dünyamızı, yəni özümüzlə necə danışdığımızı və zehnimizdə nələri canlandırdığımızı idarə etməkdir. Gəlin birinci qaydaya keçid alaq. Və ilk, bəlkə də ən vacib qayda budur. Daxilimizdəki səsi idarə etmək. Beynimizdən gün ərzində dayanmadan bir söz seli axır. Biz fərqində olsaq da, olmasaq da, bütün emosional vəziyyətimizin təməlini məhz bu daxili söhbət qurur. Baxın, bu cümlələr çox sadə görünə bilər, elə deyilmi? Amma onların gücü inanılmazdır. Mən bunu bacararam, özümü əla hiss edirəm kimi cümlələri indiki zamanda inamla təkrarlamaqla biz şuuraltımızı sanki uğur üçün yenidən proqramlaşdırırıq. Və bu, sadəcə bir motivasiya cümləsi deyil. Elmi araşdırmalar da bunu təsdiqləyir. Emosiyalarımızın tam 95%-i birbaşa olaraq özümüzlə apardığımız daxili dialoqdan asılıdır. Düşünün bu o deməkdir ki, hisslərimizin böyük bir hissəsi tamamilə bizim öz nəzarətimiz altındadır. Daxili danışığımızı müsbətə köklədikdən sonra keçirik zehnimizin bəlkə də ən güclü qabiliyyətinə, vizualizasiyaya. Yəni, məqsədlərinizi artıq çatmış kimi o anı bütün detallarıyla sevinclə zehninizdə canlandırmaq. Bu, reallığınızı formalaşdırmağın ən təsirli yollarından biridir. Yaxşı, daxili dünyamızı qaydaya saldıq. Amma bu işin yalnız yarısıdır. İndi gəlin baxaq görək, xarici aləm, yəni ətrafımızdakı insanlar və zehnimizi qidalandırdığımız məlumatlar bizə necə təsir edir? Bu çox vacib bir məqamdır, dostlar. Unutmayın ki, ətrafınızdakı insanların seçimi sizin uğrunuza, inanın ki, digər amillərin çoxundan daha çox təsir göstərir. Qayda əslində çox bəsitdir. Enerjinizi uğurlayan, daima nədənsə şikayətlənən negativ insanlardan uzaq durun. Onlar sizin o gözəl bağınızdakı alaq otları kimidir. Bunun əvəzinə həyatınıza nikbinlik, uğur və ilham gətirən insanları tapın və onlarla daha çox vaxt keçirin. Eynilə bədənimizə nə yedirdiyimizə diqqət etdiyimiz kimi, zehnimizi də nə ilə yedirdiyimizə diqqət etməliyik. Zehnimizin sağlamlığı da birbaşa onu nə ilə qidalandırdığımızdan asılıdır. Gəlin bir anlıq düşünək. Sosial mediada saatlarla məqsədsiz vaxt keçirmək, faydasız televiziya proqramları, bunlar zehnin şirniyyatlarıdır. Bəs protein nədir? Protein isə sizi inkişaf etdirən kitablardır, yeni bacarıqlar öyrədən kurslardır, müsbət məzmunlu materiallardır. Bunu heç vaxt unutmayın, öyrənmək məktəbdə və ya universitetdə bitmir. Əslində, əsl öyrənmə məhz ondan sonra başlayır. Və bu, sizi sadəcə daha bilikli etmir. Ömür boyu öyrənmə sizi uğursuzluqdan çıxarıb, müvəffəqiyyətə və maliyyə azadlığına aparan birbaşa yoldur. Brian Tracy'nin dostu, məşhur mütəfəkkir Jim Rohn'un bu barədə möhtəşəm bir sözü var. Rəsmi təhsil sizə dolanışıq qazandırar, özünü təhsil isə sizi varlı edər. Bu fikir, davamlı şəxsi inkişafın gücünü mükəmməl şəkildə ifadə edir. İndi isə gəldik bütün bu qaydaların üzərində dayandığı təmələ. Yəni, bütün bu müsbət dəyişiklikləri etmək üçün bizə enerji verəcək iki əsas vərdişə, sağlamlıq və gözləntilər. Biz çox vaxt bunu unuduruq, amma zehni performans birbaşa fiziki sağlamlıqdan asılıdır. Bədəniniz enerjili deyilsə, zehniniz necə aydın və it ola bilər ki? Sağlamlıq hər şeyin bünövrəsidir. Və yaxşı xəbər budur ki, bu təməli qurmaq üçün resept çox sadədir. Cəmi 3 şeyə diqqət etməlisiniz. Nə yediyinizə, yəni sağlam qidalanmağa, nizamlı hərəkət etməyə, yəni həftədə heç olmasa 200 dəqiqə idmana və kifayət qədər dincəlməyə. Bu qədər sadə. Və nəhayət gəldik sonuncu, amma bəlkə də ən güclü qaydaya. Bu, sizin reallığınızı sözün əsl mənasında yenidən yazmaq gücünə malik bir prinsipdir. Gözləntilərinizi idarə etmək.
Cazibə qanununa görə nəyə ürəkdən inansanız, nəyi böyük bir inamla gözləsəniz, həyat onu sizə gətirməyə başlayır. Madəm ki, gözləntiləri idarə etmək bizim əlimizdədir, o zaman niyə də həmişə, hər vəziyyətdə ən yaxşısını gözləməyək? Uğur gözləyin, xoşbəxtlik gözləyin və həyatın sizə bunları bəxş etdiyini görəcəksiniz. Gördüyünüz kimi bu 7 qayda bir-birinə bağlı bir sistemdir. Bunlar sadəcə xoş sözlər deyil, bunlar həyatınızı kökündən dəyişmək üçün praktiki bir alət dəstidir. Onları hər gün ardıcıl olaraq tətbiq etməklə istədiyiniz dəyişikliyin özü ola bilərsiniz. Yaxşı, bütün bunları dinlədikdən sonra gəlin özümüzə bir sual verək. O gözəl zehnimizin bağına bugün əkəcəyimiz ilk müsbət toxum, ilk gözəl çiçək hansı olacaq? Hansı qaydadan bugündən etibarən başlayacaqsınız? Cavab sizdədir.